Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allah Şükür Paşazadə 14-15 dekabr tarixlərində Krallığın paytaxtı Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının 11-ci qlobal forumunda iştirak etmişdir. BMT Sivilizasiyalar Alyansının çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası mövzusuna həsr olunmuş 11-ci forumun rəsmi açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Naziri Əlahəzrət Şəhzadə Faysal bin Fərhan Əl-Saud, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres, BMT baş katibinin müavini, UNAUK üzrə ali nümayəndə və Birləşmiş Millətlər Təşkilatının İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Miguel Ángel Moratinos, İspaniyanın İnklüzivlik, Sosial Müdafiə və Miqrasiya naziri xanım Elma Saiz Delgado, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq baş nazir Binəli Yıldırım, İspaniyanın sabiq baş naziri José Luis Rodríguez Zapatero, Müsəlman Dünyası Liqasının baş katibi Şeyx Dr. Məhəmməd bin Əbdülkərim Əl-İsa çıxış etdilər. Şeyxülislam Allah Şükür Paşazadə, İordaniya Şəhzadəsi Əlahəzrət Rim Alinin moderatorluq etdiyi bəşəriyyətə inam, dinlərarası dialoq, sülh və bir bəşəriyyət yoluna aparan körpüdür adlı plenar sessiyada çıxış edib. Azərbaycan Prezidenti Zat Aliləri İlham Əliyev cənablarının xeyir dualarını və ən xoş arzularını forum iştirakçılarına yetirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allah Şükür Paşazadə, BMT Sivilizasiyalar Alyansının 2-10 illik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirə layiq olduğunu vurğulayıb. Şeyxülislam Allah Şükür Paşazadə müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgə yaşayış əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycanda keçirilən ənənəvi ümumdünya mədəniyyətlər arası dialoq forumları Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir. Əlavə edib ki, Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etmiş Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı qarşıda nəzərdə tutulan birgə tədbirlərlə davam edəcəkdir. Şeyxülislam Allah Şükür Paşazadə Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi, Qarabağda vandalizmə məruz qalmış dini mənəvi irsini dirçəltdiyini, ölkəmizin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bugün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getməsini fəxrlə qeyd edib. Şeyxülislam Allah Şükür Paşazadənin çıxış etdiyi plenar iclasda həmçinin İSESCO-nun baş direktoru Dr. Salim Əl-Malik, Ekumenik Kilsənin baş mitropoliti Emanuel Adamakis, KAICIT Beynəlxalq Dialoq Mərkəzinin baş katibi əvəzi Antonio Almeida Ribeiro və başqaları çıxış etdilər. Şeyxülislam Allah Şükür Paşazadə mötəbər forum çərçivəsində iki tərəfli görüşlər keçirmişdir. Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirinin müavini Vəlid Əl-Xireyci, BMT baş katibinin müavini, UNAUK üzrə ali nümayəndə və Birləşmiş Millətlər Təşkilatının İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Miguel Ángel Moratinos, İSESCO-nun baş direktoru Dr. Salim Əl-Malik, Ekumenik Kilsənin baş mitropoliti Emanuel Adamakis, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, keçmiş baş nazir Binəli Yıldırım və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Firdaus Abdülxalikov ilə görüşüb. Səmimi şəraitə keçən iki tərəfli görüşlərdə iki tərəfli əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub. Qarşıdakı fəaliyyətlər barədə məhsuldar fikir mübadiləsi aparılıb.